Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz qanunvericilikdən Azərbaycan Respublikasının dövlət dili haqqında qanunudur. Diqqətlə qulaq asın və kanala abunə olub bildiriş butonunu açıq saxlamağı unutmayın, əgər bu cür videoların davamlı olaraq gəlməsini istəyirsinizsə. Deməli, yoldaşlar, bildiyimiz kimi Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Və Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır. Həmçinin onun tətbiqini, yəni istifadə olunmasını, qorunmasını, inkişaf etdirilməsinin qayğısına qalır. Dünya Azərbaycanlılarının, yəni bütün xarici ölkələrdə, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili ilə bağlı milli mədəni özünü ifadə ehtiyaclarının ödənilməsi üçün də zəmin yaradır. Həmçinin bu qanun, yəni dövlət dili haqqında qanun, ARın konstitusiyasına uyğun olaraq, yəni bizim konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Deməli, yoldaşlar, Azərbaycan Respublikasının dövlət dili, yəni Azərbaycan dili konstitusiyamızın 21-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq nəzərə alırıq ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Və həmçinin də Azərbaycan dilini bilmək hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Bütün sahələrdə, biznes strukturlarında, özəl qurumlarda, dövlət orqanlarında, yerli özünü idarəetmə orqanlarında, bütün hər bir strukturda dövlət dili istifadə edilir. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını, inkişafını təmin edir. Həmçinin dövlət hakimiyyəti yerli özünü idarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, publik hüquqi şəxslərdə, qeyri-hökumət təşkilatlarında, həmkarlar təşkilatlarında, hüquqi şəxslərdə, nümayəndəliklərdə, filiallarda, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir. Yəni, dövlət dili haqqında qanuna uyğun olaraq həyata keçirilir. O cümlədən kargüzarlıq işləri də, yəni sənədlərin göndərilməsi, qeydə alınması işləri də dövlət dilində aparılır, yoldaşlar. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı, yəni dil komissiyası ilə razılaşdırmaqla Nazirlər Kabineti tərəfindən müəyyən olunur. ARın ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, yəni Azərbaycan Respublikasının ərazisində olan beynəlxalq təşkilatlarla və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə olan yazışmalar dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərti ilə aparıla bilər. Ümumiyyətlə, dövlət dili haqqında qanunvericiliyi ibarətdir nədən? Konstitusiyadan, dövlət dili haqqında qanundan, digər normativ hüquqi aktlardan, həmçinin də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Yoldaşlar, dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri vardır bir sıra. Bunlar hansılardır? Konstitusiyanın və qanunların, dövlət dili haqqında qanunun, həmçinin tələblərinə uyğun olaraq, dövlət dili ilə bağlı hüquqi qaydaların nüməyyənləşdirilməsi, dilin tətbiq işinə, bu dilin işlənməsi və yaxud qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin olunması, dövlət dilinin inkişaf proqramının hazırlanması, dövlət büdcəsi vəsaiti hesabına maliyyələşmənin təmin edilməsi, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi, həmçinin də dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaranması və həmçinin də xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dilində təhsil almasına, həmçinin də bu dildən sərbəst şəkildə istifadə edərək danışmasına köməklik göstərilməsi dövlətin əsas məqsədlərindən biridir. Yoldaşlar, bildiyimiz kimi dövlət dilinin rəsmi mərasimlərdə yəni dövlət dilindən istifadə edilir da, belə deyək. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi qaydası ümumiyyətlə dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının, həmçinin dövlət qurumlarının həyata keçirdiyi bütün rəsmi mərasim və yaxud tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır, yoldaşlar. Bu qanunun 4.1-ci maddəsinə əsasən, yəni dövlət və yerli özünü idarəetmə orqanlarının bəndinə əsasən
Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə MİHOlar tərəfindən digər ölkələrdə keçirilən hər hansı bir rəsmi mərasim və tədbirə şamil olunmur. Yoldaşlar, bildiyimiz kimi Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. Təhsil strukturunda dil, işlətdiyimiz dil dövlət dilidir. Yəni biz dövlət imtahanı verib universitetə qəbul olanda da Azərbaycan dili fənnindən imtahan veririk. Həmçinin dövlət qulluğu imtahanına da verəndə Azərbaycan dili fənnindən imtahan verəcəyik. Yoldaşlar, Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin, yəni universitetlərin, kolleclərin, orta məktəblərin fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanunla yox, qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Yoldaşlar, yadda saxlayın. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. Azərbaycan Respublikasında ali və orta peşə ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən hər bir vətəndaş imtahan verməlidir. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən, həmçinin fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidir və səlis danışıq qabiliyyətinə də malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər, həmçinin proqramlar dövlətin müəyyən etdiyi dil normalarına uyğun olaraq olmalıdır. Yoldaşlar, Azərbaycan Respublikasının ərazisində, ərazi çərçivəsində bütün xidmət sektorlarında, bütün reklam və elanlarda dövlət dili işlənilir. Məsələn, biz yolla gedəndə plakat görürük. Plakatda məsələn yazılır Bank Respublika, mikrokreditlər, agrokreditlər və s. Yəni nədir? O bankın reklamıdır. Orada nə dilində yazılır yoldaşlar? Azərbaycan dilində. Deməli, elanlarda və reklamlarda daima dövlət dilindən istifadə olunur. Əznəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillərdə tətbiq oluna bilər. Yəni, digər dillər deyərkən xarici dillər də tətbiq edilə bilər. Əznəbilərin başa düşdüyü xarici dil. Zəruri hallar olanda, zəruri hallarda, elanlarda, yəni lövhələrdə, tablolarda, plakatlarda və s. dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Yəni, zəruri hallarda, elanlarda digər dillərdən istifadə olunur. Amma xidmət göstərilməsi ilə bağlı əznəbilərə müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər tətbiq oluna bilər. Amma elanlarda bu hal yalnız zəruri hallarda mümkündür. Yəni, bütün hallarda mümkün deyil, yoldaşlar, yadda saxlayın. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığın tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Hökmən birinci Azərbaycan dilində yazılmalıdır və onun tutduğu sahə Azərbaycan dilində olan yazıdan böyük olmamalıdır, yoldaşlar. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Hansı halda yoldaşlar? Ancaq reklamvericinin tələbinə əsasən, yəni başqa hallarda mümkün deyil. Bütün hallarda mümkün deyil. Yalnız reklamvericinin tələbi olduğu halda reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə edilə bilər. Yoldaşlar, bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməlidir. Yenə də dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə istifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, yəni Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydə alındığı formada göstərilməlidir, yoldaşlar. Yadda saxlayın. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, həmçinin də reklam və elanlarda dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir, yoldaşlar. Azərbaycan Respublikası ərazisində istehsal olunan, ixrac olunan malların, məhsulların, əmtəələrin üzərində yerləşən etiketlər, digər yazılar, müvafiq xarici dillərlə yanaşı dövlət dilində də olmalıdır. Yəni, dövlət dili ilə yanaşı xarici dillərdə olmalıdır, yox ha. Müvafiq xarici dillərlə yanaşı dövlət dilində də olmalıdır. Çünki xaricə buraxılan, ixrac olunan məhsullarda üzərində, yəni artıq onun emblemində xarici dillərdən istifadə olunur da. Yəni, hansı ölkəyə ixrac eləyirsə, o dildə məhsulu ixrac eləyir. Amma dövlət dilində də yəni yazı olmalıdır üzərində. Çünki onu buraxan bizik. İxrac eləyən bizik, bizim ölkədir. Yoldaşlar, ithal edilən mal
və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. İxrac, yoldaşlar, belə saxlayın yadda. İdxal başqa dillərlə yanaşı Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır. Yəni başqa dillərlə məhsul bizə daha doğrusu idxal olunubsa, başqa dillərlə yanaşı onun üzərində Azərbaycan dilinə tərcüməsi də müşayiət olunmalıdır. Amma ixracda, yəni biz ixrac elədiyimizdə müvafiq xarici dillərlə yanaşı, yəni ingilis, rus, Almanya və s. fransız və s. dillərlə yanaşı dövlət dilində də olmalıdır, yazı olmalıdır. Yoldaşlar, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları, soy adları, həmçinin dövlət dilində yazılmalıdır, yoldaşlar. Dövlət dilində yazılmalıdır və Azərbaycan Respublikası vətəndaşlarının adları və soy adlarının dəyişdirilməsi isə yalnız müvafiq qanunvericiliklə tənzimlənir. Qanunla yox, müvafiq qanunvericiliklə tənzimlənir. Yəni dövlət dili haqqında qanunla tənzimlənir. Daha doğrusu müvafiq qanunvericilik desəz daha doğru olar. Yəni zaten müvafiq qanunvericilik deyəndə, yəni işarə eləyir ki, dövlət dili haqqında qanundan söhbət gedir də. Yəni sadəcə olaraq siz onu müvafiq qanunvericilik kimi testdə düşəndə qarışdırmayasınız deyə o formada yada saxlaya bilərsiniz. Yoldaşlar, ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında bildiyimiz kimi ərazi quruluşu Milli Məclisdə ümumi qayda idi da, 63 səs çoxluğundan qanun. İnzibati ərazi bölgüsü isə həll etdiyi məsələ idi, yoldaşlar. Azərbaycan Respublikasının qanununa uyğun olaraq İnzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin, yəni şəhərlərin, rayonların, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır. Onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən, Dövlət Dil Komissiyası tərəfindən müəyyənləşdirilir. Daha doğrusu müvafiq qurum tərəfindən Dövlət Dil Komissiyası ilə Dövlət Dil Komissiyası müəyyənləşdirilir. Yoldaşlar, bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər. Amma bütün hallarda xarici dillərdə yazıla bilməz. Bilər deyərkən yoldaşlar, yadınızda saxlayın, ehtimal eləyir. Qanunda belə bir şey var ki, yəni bilər deyirsə konkret deyil, yəni. Olmaya da bilər, yəni. Yoldaşlar, belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və həmçinin ondan sonra xarici dildə verilməlidir. Yəni ilk olaraq dövlət dilində yazılmalıdır, sonraki periodda isə xarici dildə verilməlidir. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Deməli yoldaşlar, Azərbaycan coğrafi adların xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə onun həmçinin coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir. Yoldaşlar, Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənilir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən olmuş qaydada tərcüməçidən istifadə edə bilərlər. Qanunla müəyyən olmuş qaydada yox, qanunvericiliklə müəyyən olmuş qaydada dövlət dilini bilməyən şəxslər tərcüməçidən istifadə edə bilər. Silahlı qüvvələrdə həmçinin qanunvericiliklə müəyyən olmuş hallar istisna olmaqla dövlət dili işlənir. Yəni qanunvericiliklə müəyyən olmuş hallarda silahlı qüvvələrdə başqa dillərdən də istifadə edilə bilər. Yoldaşlar, Azərbaycan Respublikasının notariat fəaliyyəti və kargüzarlıq, daha doğrusu notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. Həmçinin notariat haqqında qanuna uyğun olaraq, müvafiq olaraq, notariat hərəkətlərinin aparılması üçün müraciət edən bir şəxs dövlət dilini bilmədiyi təqdirdə notariat hərəkətlərinin hər hansı başqa dildə aparılmasını xahiş edərsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dillərdə tərtib eləyə bilər. Yəni vətəndaşın arzusu ilə olan dildə tərtib edilə bilər. Həmçinin də mətn tərcüməçi tərəfindən ona tərcümə edilə bilər. Yoldaşlar, Konstitusiya Məhkəməsində icraat bir qayda olaraq dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcümə edilməsi, həmçinin Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin edilir. Yoldaşlar, məhkəmələrdə, ağır məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır daha doğrusu. Cinayət prosessual məcəllə ilə müəyyən olmuş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
Bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər ifadəsini testdə görsəz eləcə səhvdir yoldaşlar. Yalnız cinayət prosessual məcəllə ilə müəyyən olmuş qaydada və hallarda bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər yoldaşlar. Yəni ehtimaldır. Yəni həmişə bütün hallarda bu mümkün deyil. Yalnız cinayət prosessual məcəllə ilə müəyyən olmuş hallarda və qaydada mümkündür yoldaşlar. Məhkəmələrdə mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır yoldaşlar. Yalnız dövlət dilində aparılır. Amma mülki prosessual məcəllə ilə müəyyən olunmuş qaydada və hallarda bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. Həmçinin inzibati xətalar üzrə icraat dövlət dilində aparılır bildiyimiz kimi. Amma inzibati xətalar məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati xətalar üzrə icraat da digər dillərdə aparıla bilər. Yoldaşlar, inzibati aktın qəbul edilməsi, icrası, dəyişdirilməsi, ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq, yəni ona baxan strukturun, inzibati orqanların tərəfindən İnzibati icraat dövlət dilində, yəni Azərbaycan dilində və yaxud da müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır deyərkən, məsəl üçün, müəyyən ərazi var ki, onlar, məsəl üçün, Talış dilində danışır və yaxud Ləzgi dilində danışır və yaxud da Kürd dilində danışır. O əhalinin əksəriyyətinin dilində aparılacaqdır inzibati icraat. Bu onu etibar edir, yoldaşlar, yadda saxlayın. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməsinin xidmətindən istifadə etmək hüququ var və bu hüquq da onlara izah edilir, həmçinin təmin edilir yoldaşlar. Yəni izah edilir deyərkən burada sizi çaşdırmasın da, tərcüməçi xidmətlərindən necə yararlanmaq lazımdırsa, o hüquqdan hansı qaydada, hansı prinsiplərə uyğun istifadə etməlidirsə, o izah edilir yoldaşlar. Yoldaşlar, beynəlxalq yazışmalar, yəni Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Bir qayda olaraq. Belə yazışmalar zəruri hallarda, yalnız zəruri hallarda dövlət dili ilə yanaşı müvafiq xarici dillərdən birində də aparıla bilər. Yoldaşlar, Azərbaycan Respublikasının ARın iki tərəfli beynəlxalq müqavilələri isə dövlət dilində də aparılır. Çox tərəfli beynəlxalq müqavilələr dedikdə isə müqaviləni bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dillərdə tərtib olunmalıdır. Yəni müqavilə hansı tərəflər arasında bağlanıbsa, onların razılığı ilə müəyyən edilən hər hansı bir dildə, yəni İngilis, Fransız, Çin və sair dillərdə tərtib edilə bilər. Yoldaşlar, ARın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, sazişlər, bir sözlə bağlanılan sazişlər və s. bunlar beynəlxalq konvensiyalar, yəni protokollar dövlət dilində nəşr edilməlidir bir qayda olaraq. Yoldaşlar, dövlət dilinin normaları özündə ədəbi dilin orfoqrafiya və orfoepiya normalarını, yazılış və deyiliş qaydalarını ehtiva eləyir. Yoldaşlar, Azərbaycan dilinin orfoqrafiya, yəni yazılış və orfoepiya səslənmə normalarını MİHO-nun müəyyən etdiyi orqan, qurum dil komissiyasına razılaşdırmaqla Azərbaycan Respublikasının, yəni Nazirlər Kabineti təsdiq eləyir. MİHO-nun müəyyən etdiyi orqan, yəni qurum Nazirlər Kabineti deməkdir yoldaşlar. Bu sizi çaşdırmasın. Yəni ya MİHO-nun müəyyən etdiyi qurum yaza bilər testdə, ya da ki Nazirlər Kabineti yaza bilər. Ya da ki yaza bilər ki, eləcə dil komissiyasına razılaşdırmaqla Nazirlər Kabineti bunu təsdiq eləyir. Yəni nəyi? Orfoqrafiya və orfoepiya normalarını. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara müəyyən olaraq əməl etməlidirlər yoldaşlar. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq, yəni Nazirlər Kabineti 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin, yəni orfoqrafiya lüğətinin nəşr olunmasını təmin etməlidir. Hansı orqan? Müvafiq icra hakimiyyəti orqanı, yəni NK, Nazirlər Kabineti. Neçə ildə bir dəfədən az olmayaraq, 5 ildə bir dəfədən az olmayaraq Nazirlər Kabineti yazı dili normalarını təsbit edən lüğətin nəşr olunmasını təmin etməlidir. Təmin edir. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası Latın qrafikalı əlifbadan ibarətdir. Yəni ki, dövlət dilinin əlifbası Latın qrafikalı Azərbaycan əlifbasıdır yoldaşlar. Dövlət dilinin nəşriyyat işində işlədilməsi ARın qanunvericiliyinə əsasən həyata keçirir. Qanununa yox, konstitusiya qanununa yox, konstitusiyasına yox, yalnız qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Dövlət dilinin nəşriyyat dilində işlənməsi qaydası. Yoldaşlar, dövlət dilində nəşr olunan çap məhsulları
Latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır. Yoldaş, Azərbaycanın yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kilir əlifbalarından xüsusi hallarda istifadə oluna bilər. Məsələn, lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi kimi istifadə edilə bilər yoldaşlar. Amma bütün hallarda yox. Vətəndaşlarımızın doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələri, əmək kitabçaları, hərbi biletləri yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib oluna bilər yoldaşlar. Amma şəxsiyyət vəsiqələri, hərbi bilet, əmək kitabçası, doğum və nikah haqqında şəhadətnamələr, yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi vahid nümunəli sənədlər isə yalnız dövlət dilində tərtib edilir. Amma dövlət dili ilə yanaşı xarici dilləri tərtib edilə bilər nə? Vətəndaş pasportları, təhsil haqqında sənədlər və zəruri hallarda olan digər sənədlər. Yoldaşlar, dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin, yəni publik hüquqi şəxslərin və yaxud da idarələrin nümayəndəliklərinin və filiallarının adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər, flayerlər, kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur yoldaşlar. Dövlət dilinə qarşı Azərbaycan Respublikasına gizli yaxud da açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa səy göstərmək, cəhd etmək qadağandır yoldaşlar. Arın ərazisində olan bütün media subyektləri, yəni mətbuat, televiziya, radio, kanallar və s. kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Bu qanun dövlət dili haqqında qanun, yəni dövlət dili haqqında qanunun tələblərini pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericiliyə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar yoldaşlar. Qanunda nəzərdə tutulmuş qayda yox, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yoldaşlar, bu qanun, yəni dövlət dili haqqında qanun dərc olunduğu gündən qüvvəyə minir və bu qanunun qüvvəyə mindiyi gündən etibarən dövlət dili haqqında Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli qanunu qüvvədən düşmüş hesab edilir. Yoldaşlar, bura qədər ümid edirəm ki, asan yöntəmlərlə yadda saxlamaq üçün sizin üçün faydalı olar. Yeni dərslərin, yeni mövzuların izahında görüşənə qədər hələlik sağ olun, salamat qalın.